Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlər üçün özünün məşğulluq proqramının icrasını davam etdirir. Bu dəfə Ağdərə, Cəbrayıl, Laçın və Zəngilan rayonlarında daha bir qrup sakinə proqram çərçivəsində mal və materiallar təqdim edilib. Verilmiş aktivlər hesabına sakinlər kişi bərbərxanası, avtoçilingər, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, qoyunçuluq, keşikçilik, arıçılıq və sairə istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar. Bakıda olanda da o məmulatlarla məşğul olmuşuq. Cəbrayıldan çıxanda da bizim özümüzün burada yerimiz olub. Atam çörək zavodu direktoru idi və öz yerimiz də var idi. Məşğulluğa müraciət etdim. Sağ olsunlar onlar da. Müraciətimi qəbul etdilər. İmtahanlarda oldum, biznes dərslərə keçdim və bugün şükür Allaha ki, avadanlığımız gəlibdir. Yaşamaqla bərabər işləmək də lazım idi və bu məqsədlə mən Dövlət Məşğulluq Agentliyinə müraciət elədim və agentlik qısa müddətdə məni təlimlərə cəlb elədi və təlimlər uğurla başa çatdı. Uğurla başa çatdıqdan sonra qısa müddətdə gördüyünüz kimi bizi avadanlıqlarla təmin elədilər. Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurtlarına köçürülmüş sakinlərdən artıq 500-ə yaxın ailə özünü məşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını qurub.